5.9 nişanı ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün təyin olunmuş zolaq nişanıdır. Sürücülər bu nişana avtobus zolağı nişanı deyirlər. Bəli, yalnız sərnişin daşınması üçün nəzərdə tutulan, müəyyən edilmiş müntəzəm marşrut xətti üzrə təyin edilən dayanacaqlarla hərəkət edən avtobusların bu zolaqdan istifadə etməsinə icazə verilir. Əgər həmin zolaq 1.1, yəni bütöv nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılarsa, bu zaman digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olması qadağandır. Əgər 1.11 nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılarsa, bu zaman sürücülər dönərkən bu zolaqdan istifadə edə bilərlər. Ancaq hərəkəti düzünə davam etdirmək olmaz. .9 nişanı əlavə məlumat lövhəciyi ilə birgə quraşdırılıbsa, lövhədə qeyd edilən saatlar nişanın qüvvədə olma vaxtını bildirir. Yəni, saat 7:00-dan 22:00-a qədər digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olması qadağandır. Qalan saatlarda isə hərəkətinə icazə verilir. Əgər 5.9 nişanı tək quraşdırılıbsa, günün bütün saatlarında digər nəqliyyat vasitələrinin avtobus zolağına daxil olması qadağandır.